Yeni biriyle tanışma yolundayıq. İlk görüşdə hansı suallar verə bilərəm? Sorğuya çəkər kimi olmamaq şərti ilə söhbətvari bir şəkildə bəzi suallar soruşula bilər və aldığınız cavablarla qarşınızdakı insanın zehin dünyasını kəşf edə bilərsiniz. Birinci sual. Bir dostun səndən borc pul istədi, amma keçmişdə ortaq bir dostunuzdan aldığı borcu geri ödəmədiyini bilirsən. Yenə də sevdiyin bir dostundur. Borc verərdin, yoxsa verməzdin? İkinci bir sual. Uzun müddətli üstündə çalıştığın bir proyektin son günündə dostun bunu səndən alıb özü təqdim etmək istəyir. Bu durumda necə reaksiya verərdin? Üçüncü sual. Deyək ki, sən mənim ailəmlə bir problem yaşadın və mən arada qaldım. Sənin haqlı olduğunu düşünürəm, amma ailəmlə sənin aranda qalmaq istəmirəm və onları da incitmək istəmirəm. Bu durumda necə davranardın? Dördüncü sual. Evliliyimizlə bağlı müəyyən bir problemlər yaşadıq, hətta maddi problemlər və bəzi finansal problemlər yaşadığımız üçün xərcləmələrimizi azaltmalıyıq və mən sənə bunu dedim. Sən ilk olaraq hansı xərcləmələrini azaltmaq istəyərdin? Və beşinci sual. Birlikdə bir uşağımız var. Sən işdən gəldiyində uşağın parkda oynadığını görürsən və onun eyni zamanda dostları ilə danışarkən pis sözlər, söyüşlər işlətdiyini görürsən. Bu durumda necə reaksiya verərsən? Bu suallar həqiqətən çox önəmli suallardır və mütləq bunlarla bağlı söhbət eləməyinizi məsləhət görürəm.